Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bu videoda sizə 15 iyul 2026-cı il çərşənbə günü üçün Azərbaycan üzrə ətraflı hava proqnozunu təqdim edəcəyik. Videonu bəyənməyi, kanalımıza abunə olmağı və yeni hava proqnozlarını qaçırmamaq üçün bildiriş zəngini aktiv etməyi unutmayın. İndi isə bölgələr üzrə gözlənilən hava şəraiti ilə tanış olaq. Aytaq, Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində hava əsasən açıq və az buludlu olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin arabir güclənməsi mümkündür. Digər saatlarında temperatur 24-27 dərəcə, gündüz isə 31-34 dərəcə isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən günəşli olacaq. Yağıntı gözlənilir. Bəzi düzənlik ərazilərdə isti hava şəraiti davam edəcək. Gecə temperaturun 20-24 dərəcə, gündüz isə 35-39 dərəcə isti olacağı proqnozlaşdırılır. Gəncə, Qazax, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış və şimşək ehtimalı istisna edilir. Gecə 20-24 dərəcə, gündüz isə 31-36 dərəcə isti gözlənilir. Qarabağı və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə hava əsasən sabit olacaq. Dağlıq ərazilərdə axşam saatlarında qısa müddətli yağış ehtimalı mümkündür. Temperatur gecə 14-20, gündüz isə 24-31 dərəcə isti olacaq. Çəki, Saqatala, Balakənd, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlıq ərazilərdə günün sonuna yaxın qısa müddətli yağış və şimşək ehtimalı var. Temperatur gecə 18-22, gündüz 28-34 dərəcə isti olacaq. Mərkəzi Aran bölgəsində, yəni Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, Sabirabad, Satlı, İmişli, Beyləqan, Biləsuvar, Şirvan, Saryan, Hacıqabul və Neftçalada isti hava şəraiti davam edəcək. Gün ərzində temperaturun 34-38 dərəcəyədək yüksəlməsi gözlənilir. Gün ərzində temperaturun 34-38 dərəcəyədək yüksəlməsi gözlənilir. Günəş şüalarının daha güclü olduğu saatlarda açıq havada uzun müddət qalmaq tövsiyə olunur. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında hava əsasən yağmursuz olacaq. Sahilboyu ərazilərdə mülayim külək müşahidə ediləcək. Gecə 22-25, gündüz isə 30-34 dərəcə isti. Proqnoz ümumilikdə ölkə ərazisinin böyük hissəsində yay mövsümünə xas isti və əsasən sabit hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı dağlıq rayonlarda qısa müddətli yağış və şimşək ehtimalı olsa da, əksər bölgələrdə günəşli hava üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidməti bəzi dağlıq və dağətəyi ərazilərdə lokal atmosfer hadisələrinin mümkünlüyü barədə xəbərdarlıq edib. Baxdığınız üçün təşəkkür edirik.